Ərdəbildə getdiyim axşam məktəbində oxudum. Demək, ərəb əlifbasını da öyrəndim. Ondan 2 il oxudum. Fars dilini də biraz öyrəndim. Sonra bir ildə getdim, şeşrim oxudum. Ondan imtahan verdim, elədim. Ondan sonra ərəb əlifbasında kitabları başladım oxumağa. Bu, o vaxtıdır ki, Sovet qoşunları gəldi İrana. İrana gələndən sonra vəziyyət dəyişildi, hadisələr dəyişildi, inqilabi hərəkat başladı. Şahın əleyhinə həm Tehranda, Təbrizdə, Ərdəbildə nümayişlər oldu. Mən də o nümayişlərdə iştirak edirdim. Təzə-təzə şeirlər yazırdım. Yazdığım şeirləri də şahın əleyhinə idi. O mitingdə mənə söz verəndə ki, çıx danış, danışırdım, eləyirdim filan. Ondan sonra da o şeiri oxuyurdum. Ona görə Azərbaycan dilində şeiri oxuduğum üçün o qulaq asanların çox xoşuna gəlirdilər. Xatırlaya bilərsiniz o şeirlərdən birini? Bu şeirlərdən birisi odur ki, indi orada mən sizə bir dənə vərəqə verəcəyim. İnqilab şairiyəm şeir yazmışam. 1941-ci ildə Ərdəbildə. Ondan sonra bəzi şeirlər yazmışam. Onlar bu şeirlərimi göndərirdim Təbrizdə, bir vətən yolunda qəzeti çıxırdı, eşitmirsən onu da. O qəzetdə çap olunurdu. Demək, məni həm Ərdəbildə tanıyırdılar, həm Təbrizdə tanıyırdılar. Ona görə 1945-ci ildə, demək, inqilabi hərəkat güclənəndən sonra, pişəvəri hərəkatı güclənəndən sonra belə qərara gəlindi ki, demək, Milli Məclis çağırılsın. Milli Məclis çağırılsın, Milli Məclis milli hökuməti təsdiq edəsin. Ona görə müxtəlif yerlərdə, şəhərlərdən zatdan, demək, inqilabi hərəkatda iştirak edən adamlardan nümayəndələr seçilirdi. Ərdəbildən də 5 nəfər nümayəndə seçilmişdi. Bir Codət adlı nümayəndəmiz vardı, o idi. Ondan sonra Quds idi, ondan sonra Məhəmməd Cəlili idi. Ondan sonra biri də Sərdardır, 5-incisi də mənə seçmişdilər. Onların içərisində ən cavanı mən idim. Demək, 45-ci ildə mənim 24 yaşım var idi, mən məclisə seçiləndə. Seçdilər, getdik məclisə, məclisdə də, demək, sizə maraqlıdır da, məclisdə də o Təbrizdə Şəhridarı idarəsi var. O Şəhridarı üstündə də saat var. O saat binasında iclas oldu. Böyük zalı var idi orada. Bütün ölkədən gələn adamlar birinci növbədə ortalığa belə bir mizin üstünə Quran qoymuşdular, yekə Quran. Gəlib əlini basırdı Qurana, and içirdi ki, mən inqilaba sadiq qalacağam, inqilaba kömək eləyəcəyəm. Ondan o bir adam siyahını oxuyurdular. Demək, iclasın da aparıcısı bir kocaman inqilabçımız var idi. Biriya? Biriya yox, biriya o vaxt cavan idi. Şəbistəri idi. Sonra mənim də adım çıxanda, mən də durdum, getdim, əlimi bastım Qurana. Sonra bir şeir oxudum. Dedim ki, gəl Azər oğlusan, məzlumam demə. Bu el azadlığın sorağındadır. Mübariz yaranıb, mübariz ölmək bizim bu ölkənin torpağındadır. Bu şeiri oxudum, məni alqışladılar. Sonra getdi, 2 gün cələsi oldu. 2 gündən sonra Pişəvəri ki, seçildi baş nazir, oturdu hökumət evində, gündə 1, 2, 3, 4, bəlkə 5 şəhərlərdən, vilayətlərdən nümayəndələri qəbul edirdi. Onların dərdlərini eşidirdi, onlara göstəriş verirdi filan. Bir gündə bizim Ərdəbilliləri çağırdı, 5 nəfər getdik, görüşdük, elədik. Ərdəbillilərə tapşırığı bu idi ki, siz şəhsevənlərlə yaxınlaşın. Şəhsevənlər çox zirək millətdir, onlar gərək bizə kömək eləsinlər. Əgər ayrı yola düşsələr, biz üçün çətin olar. Sonra mənə dedi ki, mən istəyirəm, sən qalasan burada. Qal cəddə.
Təbrizdə. Hə. Dedim ki, ay Pişəvəri, mən Ərdəbildə Ziddi Faşist Cəmiyyətinin sədriyəm. Bu bir. İkinci, Ərdəbildə Codət adlı bir qəzet çıxır. Qəzetin redaktoruyam. Dedi ki, mən sənə bir həftə vaxt verirəm. Gedirsən Ərdəbilə, o vəzifələri tapşırırsan, özün tanıdığın, bildiyin, inandığın yoldaşlara, gəlirsən Təbrizə. Mən istəyirəm, sən Təbrizə gələsən. Dedim, yaxşı. Getdim, təhvil verdim, gəldim Təbrizə. Gəldim, getdim, xəbər göndərdim ki, bəs gəlmişəm. Qəbul elədi məni. Dedim, mənim fikrim budur ki, sən Azərbaycan dilini yaxşı bilirsən. Bakıda 10 il oxuyubsan. Biz də indi fars dilinin məktəblərdən yığışdıracağıq. Azərbaycan dilində məktəblər olacaq. Və başlanmışdı da, demək, kitablar çap eləməyə. Bilmirəm, o kitabları görübsən, görürsən. Ana dili kitabları çap olunur. Hətta mənim də şeirlərim vardı, Mədinə Gülgünün də şeirləri vardı. Allah rəhmət eylesin. Çox sağ ol. Səni göndərirəm, biryanı qoymuşuq Maarif Naziri, səni göndərirəm Maarif Nazirinin mavini. Mən dedim ki, mən də cavan oğlanam, 10-cu sinif qutarmışam, belə vəzifələrdə zətdə işləməmişəm. Mənə çox böyük gəldi, Nazirin mavini filan, pişməkə. Yandım belə, dedi, nə olur, fikrə deyirsən? Dedim, ay Pişəvəri, mən cavanam, orta məktəbi təzə qurtarmışam. Burada Təbrizdir. Təbrizdə qocaman müəllimlər var. Burada Maarifin zadı tarixi var. Rüşdiyə olub, kimlər olub burada. Mən eləyə bilmərəm o müəllimlərə gedim, göstəriş verim ki, gəlmişəm sizi yoxlamağa filan. Baxdı belə. Dedi, düz deyirsən. Bilirsən, dedi, bizdə bir misal var. Dedim, nədir? Dedi ki, deyərlər ki, aşın soyuq zatı duruluğu dənin yoxluğundandır. Bizim də kadrımız yoxdur. Kadrımız olsa, əlbəttə, sən düz deyirsən. Sonra fikirləşdi, dedi, gəl sənə göndərim radio komitətə sədrin mavini. Dedim, hə, orada işləyərəm. Dedi, get orada işlə. Özdə bizim, dedi, yoldaşlar, savadlı yoldaşlar Azərbaycan dili ilə fars dilini qarışdırırlar. Radiomuz da qarışdırır. Məsələn, yarısını farsça danışırlar, yarısını. Səni göndərirəm orada o çıxışların hamısını redaktə eləyəsən. Hamısını Azərbaycan dilinə söyləsən, Azərbaycan sözlərini əvəz eləyəsən, fars sözlərini və verəsən, çıxış eləsinlər. Dedim, yox ki. Getdim, demək, ta bura gələnə qədər radio komitetdə sədr müavini işlədim. Demək, Mədinə xanımla necə tanış olmuşam? Mən Ərdəbildə idim, Mədinə xanımgil Təbrizdə olurdular. Mən ki, getdim konqriyə, zada, orada dedim bayaqlarda, Qurana əl basıb adımı dedim, Azəroğlu, və şeiri oxudum. Tənəffüs vaxtı, fasilə vaxtında çıxdıq, dayanmışdıq, söhbət edirdi filan. Bir də gördüm ki, bir dənə belə orta boylu qız, qoltuğunda redikol, əlində dəftər yaxınlaşdı mənə. Gəldi ki, hörmətli ağay Azəroğlu, mən sizdən intervyu götürmək istəyirəm. İntervyu götürəndən sonra bu mənimlə biraz da yaxından tanış oldu. Dedi ki, mənim atam da, anam da Ərdəbildəndir. İnqilab şairiyəm. Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət, nə əfsanə, nə mələk, nə saray, nə səltənət, nə qədim əsirləri yada salıb ağlayan, nə ömrünü qəzələ, mərsiyəyə bağlayan, nə dövrün hakiminə şeir yazıb pul alan, nə cəllatlar önündə həyat üçün alçalan, nə əfsanə, nə mələk, nə şərəf şairiyəm, azadlığın carçısı, inqilab şairi.